Salam. Salam. Q əvəzlənməsi, bax sualımız budur ki, Q əvəzlənməsi ismin hansı hallarında baş verəcək? Yerlik, yönlük, təsviri hallar. Səbəb nədir? Çünki müəllim, onlar Şəkilçiləri saatlə. saatlə başlayır. Yerlik hanı şəkilçisi hansıdır? Qeyd elə bura. Şəkilçiləri qeyd elə, rahat olsun. 10 üstü 4, yönlük al A üstü 2, təsirlik al üstü 4. Təbii ki, bunlardan bitişdirici samitli kimi də istifadə edilir. Yəni, I mötərizdə N üstü 4, A, Ə, Ya, Yə, I üstü 4-də N üstü 4. Amma bizə bunun bitişdirici samitli lazım deyil. Nəyə görə lazım deyil? Biz çünki Q ilə bitib, Y ilə əvəzlənmə məsələsində bu samitlə bitdiyinə görə biz saitlə başlayan şəkilçi lazımdır. Eləmi? Bəli. İndi bunu nümunə kimi yazmışam. Sən bunu sübut elə görüm necə Q əvəzlənməsi baş verir. Nə artırırsan buna? Un artıracağım. Un artır və hər hansı birini artıra bilərsən. Un yox, kəpənə in də, ahəng qanununun in artıranda, yəni bu Q nəyə keçməlidir? Yüyə. İndi qarşısına yaz. Necə olacaq? Kəpənəyin. Aşağı. Yəni ismin bütün hallarında yox, hansı hallarında yiyəlik, İki yönlük, təsviri təsirli. hallar. Çünki adlı qalın şəkilçisi yoxdur. Yerlik və çıxışlı qalında şəkilçisi nə ilə başlayır? Samitlə başladığına görə. Yerlik qalın şəkilçisi hansıdır? Dan. Da üstü 2, çıxışlıqda Dan üstü dan üstü 2. Bəli.